ses yığır. Maraqlı bir şeydir. Bu endirmən düşən balları çölə qoyulur belə. 30'a düşübdür, 10'a düşübdür. Bunlar 10 manatdır. Bu. Bakalmalıdır. Bu 320 manat. İlan dərisi. Mədə posta qiyməti. Bu piton dərisindən də ilan dərisindən dostlar. Yanlarda maral dərsi. Yanlarda maral dərisidir. Üstü pizzero. Şəhərdə bunun qiyməti neçədən kommentarda yazarsınız. Hamısı orijinallardır. Mal budur. Yenə qayıdır həmən ki vəziyyətə düşür. Eyni bedeni, eyni fasonu, eyni vəziyyət. Mi box 149 manatdır. 25 manat değil, 6 manata düşübdür. Bu material nədir? Kətan. Kətan. 25 manat. Gözü yüngüldür. Nazikdir ha. 28 manata. Orijinaldır. Silə əlaqət kişən, tabanı da yoksun. Karbon. Buna bax. Yok, karbon uygun değil. Şuna bak kardeş. Bu nesədir? Efel Leonardo'dur. Dostlar salam, gəlmişəm Bina bazarına. Bina bazarında görün maraqlı nələr var. Çəkib göstərəcəm sizə. Bu arada Çin bazarı gördüm yazısına. Dostlara yaxınlaşdım, gözlər işləmir. Gözlək paltarları var, maraqlı yerlər olar, çəkib sizə göstərəcəm. Qeyd edirəm ki, bu videomuz Cruise Fresh mobil tətbiqi vasitəsilə təşkilatı dəstəyi ilə hazırlanır bu videomuz. Və bu proqram haqqında sizə, mobil tətbiq haqqında məlumat vermək istəyirəm sizlərə. Burada siz məhsullarınızı yerləşdirə bilərsiniz, mağazanızı yerləşdirə bilərsiniz, məhsullarınızı öz mağazanızdan satış edə bilərsiniz. Birbaşa, yəni bu tətbiq vasitəsindən real alıcılar sizə müraciət edə bilər. Həmçinin bazar sistemində işləyən yük daşıyanlardır, satıcılardır, restoran sahibləridir. Hamı buradan qeydiyyatdan keçib öz sifarişlərini verə bilər. Misal üçün yük daşıyan axtarır kimsə, burada yük daşıyanların nömrəsi olur, oraya yazırıq, axtarışa verir və oradan yük daşıyanlarla birbaşa əlaqəyə çıxır və rahatçılıqla gəlib tapa bilir həmin yük daşıyanları və birbaşa məkana gəlir. Çox maraqlı tətbiqdir. Aşağı açıqlama qisminə linki yerləşdirəcəm, oradan yükləyə bilərsiniz. Biz də gəzək görək Binədən maraqlı nələr var. Bina bazarında qardaşlarla danışdım. Sempati mağaza var, ayaqqabı mağazasıdır. Ben içeri gireceğim. Bir dəqiqəlik video çəkəcəm qiymətləri. Bu Bakalmalıdır. Bu 320 manat. ilan dərisi. Mədə posta qiyməti. Bu piton dərisindən də ilan dərisindən dostlar. Yanlarda maral dərsi. Yanlarda maral dərisidir. Üstü piton dərisidir. Böyle maraqlı ayaqqabıdır, makasin. Bu maral dərisi, bu da piton dərisidir. Yağla bir şeydir. Binədəriz Sempati mağazasında. 1.58. Bak bu ne? Bu da piton dərisindən. Bu remenlər də var. Bu da aynı şeydə piton ilan dərisindən də bunlar. Kepkadır. Bunlardan çox olmuyor. Bu qəşəngdir. Bu da Türk'ünü də. Bəli. Türk mü oldu? Şey mi oldu? Bu neçədir? Onlar 150 manat. Ha, bu Türk orijinal bir şeydir değil mi? Binədə yerləşir, Sempati mağazasıdır bura. Şimdi geleceğim başka məhsulları çəkməyə. Bura mağazanın vizitgasıdır, kim istəsə gəlib alışveriş edə bilər. Sempati. Sonra yine ayakkabılar satılır, yay için, cürbəcür, şey mallardır. Devam edelim. Sağ olun, sağ olun. Burada qəşəng ayakkabılar var burada. Hem sport var, hem de ki belə tərliklərdir. Zegna. Bu 30-35 manatdır. Bunların qiyməti. Böyle pololar var burada. Qəşəng mallardır. Bunlar ayakkabı sırasıdır. Ayakkabılar satılır burada. Cürbəcür. Sport stilində.
Qazma ayaqqabılar satılır burada. Mokasinlər. Yine bazarının bilmem YouTube'da vlogu var yoksa yok. Çin bazar yazılmıştı, marağımı çəkdi. Bugün gəldim çəkiliş edeyim. Gəldim, daha da işləmir Çin bazarı. Bugün boş qayıtdım, gəldim vlog çəkim. Bu boyda yol gəlmişəm. Sizə yəni dəstək olun, videonu bəyənin, bəyən şərh yazın. Kanal qabağa geçsin. Bazarınız olsun, bazarınız olsun. Bunlar neçədir? Zamuş. 23 manat. Bazar olsun. Ha. Mükemmel. Vlog çəkirəm qiymətlərlə. Yine vlogu çəkirəm. Hoşuma gəldi, onu soruşdum, dedim neçədir. Salam aleyküm. Vlog çəkirəm, bina vlogu. Vlog çəkirəm. YouTube kanalım üçün bina vlogu. Bunlardan çəkə bilərəm. Geçin. Video çəkirəm YouTube kanalım üçün də, bazarları çəkirəm. Bunlardan çəkə bilərəm, qiymətləri neçədir? Hə? Çək. Yoksa belə çək. Yox, belə çəkirəm. Sağ ol. Bu Adidas'ın krosovkasıdır. Bu neçədir qardaşım? 25. 25 manat. Daha da 25 manatdır. Hadi zero. Şəhərdə bulanın qiyməti neçədən kommentarda yazarsınız. Bu da 25 manatdır. Bu arada futsal oynamaq üçün de Falsapolya'da. Bu da Butsa'da. Bu Buts neçədir? Efel Nike'dır. 20 manat. Toptan değil ama 20 manat. Toptan qiymətləri də var 20 manat hamısı. Məsəl üçün satışa istəyirsinizsə şəhərdə toptan alırsınız 20 manata alıb satırsınız. Dənə ilə ayrıdır da qiyməti. Ancaq toptan. Bu da toptan. Toptan. O yetim arkadaşlar. Neçini almaq lazım maksimum? 6 lira şeydir. Məndən bu hardaydı? Bu əla bir şeydir ki. Neçə? 28. 28 manat F50. İçeride Sana var ki, özü yüngüldür. Nazikdir ha. 28 manata. Apar şəhərdə sat. Üstə bəzi qoy sat. Bu qiymətə yoxdur. 6 nə almalısan? 6 dənə alırsan topdan. Apar sat. Superdir. Mesela Adidas'ın belə ayaqqabısıdır. Ulan 45-48. 45-48 manata. New Balance var. Da 45-48. Bu neçədir var? Bu sıkı. Ulan 24 manat. Bundan da 6 dənə alanda Geçək. Bunun şəhərdə yüngüldür. 130-140 manatdır da bunlar şəhərdə. Geçək. Əgər video 1000 bəyəni verirsə buranın yerini deyəcəm sizə şu anlar. Köşə qiymətlərdir. Buranın krasovkalar var idi. 5 manata, 20 manata, ama toptan qiyməti maksimum gərək 6 dənə alasan ki o qiymətə verirsinlər. Ona görə 1000 bəyəni versə bu videoya yerini deyəcəm dükan. Mağaza var burada, çarıqçı. Burada da küləşdən ayaqqabı göstərəcəm sizə. Haca? Aha. Bu neçədir? Bura qəşək. Çarıqçı brendlə Türk. Evet, bu direkt değil ama sefti. Onlar çəkə. Bu neçədir? Yay üçündür. Hə, onlar mayaları 24 manat. Toptan da, toptan 24 manat. Onları çək. Bak, şəkləri çək. Bu qəşək. Toptan bu
Bu da 24 manatda. 20 yok, onlar 20 manat. 20 manat toptan. Yüksel. Boz. Bu da 20 manat toptan. Toptan qiymətədir bunlar. Bu qaşacaqmışlar. Bu neçə toptan? 22 manat. Bəs bu? 24 manat. Eyvallah. Sarıqçı. Binədə. 128 manat. İnşallah burada bir tane var. Adidas mağazasıdır. Orada bir tane dikilən maraqlı sumkalar var. Onlar göstərəcəm. Ve düşey krasovkalar var. Bu tək satılır da. Tək satılır. Bu neçə olur qiyməti? 100 manat. Orijinaldır. Orijinal taboğlu. Toptan da olur da. Toptan da. Tək də olur. Orijinal maldır. Sonra New Balance var. Bunlar qəşəng ayaqqabıdır. New Balance brenddir. Bunlar bəs? 60 manata yəni vermək olar. İki cürdür, biri belədir, biri belədir. New Balance'dır. Sonra belə sonra Nike'ın belə ayaqqabı. Həm də Adidas dükanı buradır bazarda. Həm də buradan gəlib dükanımız varsa Optavoyda bu park sata bilərsiniz. Belə sumkalar var. Kürək üçün var. Əl üçün var. Məşqə getmək üçün belə. Bura heç kimə gəlmir. Ancaq bura gəlir. Sonra xanımlar üçün olan modellərimiz yəni bizə gəlir ancaq. Bunlar. Balanslar orijinal. Bunlar Qabaqlar. göstərin. Baba orada oğlan çünkü bak arkadaşlar. Bax xanımlar üçün də. Ancaq bu dükana gəlir. New Balance modellər. Bunlar neçədir? Olan satışır. Benim 110 manatlı xanımlar üçün bunlar. hazmeleri var. Her hazmeri var. O səsi də var, onları göstərirəm. Maraqlı. Nike sumkalar, Adidas. Bu Adidas neçədir? 40 manat. Bunlar 40 manatda. Orijinal Adidas'ındır. Cürbəcür ayaqqabı çeşidləri var. Adidas'ın belə ayaqqabı modeli var. Bunlar da premium oldu, yüngüldür. Dükan nətər tapa bilərlər? Binə 242. İkinci sıra, ikinci korpus 42-ci dükan. Kimdən soruşsalar başa salacaq. Böyük dükandır, Adidas dükanı. Sağ olun, bazarınız olsun. Sağ ol əzizim, 25 Sağ ol. gün fəaliyyət göstərir. Sağ olun. 25 ildir dükan fəaliyyət göstərir, böyük dükanlar. Görək başqa maraqlı nə var? Çəkək göstərək. Səsin belə. Bunlar neçədir? Bunların qiyməti? 50 manat verirəm sən. Bunlar 50 manat. 40 kod üstündə çəkili çəkilsən krasovka çıxır. Premium klassındanmız. Premium klassda bunlar orijinaldır. Silə əlavə tikiş yəni. Tabanında injeksiyon. Karbon Buna bax. Yox, karbon uyğun deyil. Buna bax, qardaş. tikişlə. Sifarishi tikişdir. Tabanında injeksiyon. Qiymətli. Endirmə düşüb ağacda. Bu dənə ilə də satılır da, Bəli, topdan da satılır, dənə ilə də satılır. Bəs o da yüngüldür də. Çəkisi yoxdur, yox. Hə, çəkisi alır. Bu yaxşı like versəz, dükanın ünvanını deyəcəm sizə. Bəli. Görüm yaxşı like versəz, dükanın ünvanını göstərəcəm sizə. Gəlib olarsınız. Hə, problem yoxdur. Səhifəni deyirsən biz də girib bəyənərik. Sonra bu da qəşəng modelli. O da qəşəng. Bunlar neçədir? Bu da O 65 manat. bu da yüngüldür qəşəng. Ad zero. Zero. Qəşəng maldır bu da. İndirmə düşüb də 85 manat. Qəşəng. 148 manatdan düşüb. 3 dənə də rəngi var. Yüngül Haqqı də. rəngi də var. Bu da başqa rəngidir. Haqqı rəngi. Bu da qarası. Eyni maldır, bura rənglər fərqli. Bəli, bəli. Tabanında introdur. Bax, hamısı sizinə yazdım. Tam injeksiyon altıqlandı. Amortizatorlandı. Atır adamı qabağa. Bəli. Qaçdıqca. İdmanla məşğul olanlar bilir. Ayağı ağırlıq vermir də. Əla bir şeydir. Sonra sumkalar var yuxarıda. Bir də ki, bu da məşhur brendin ayaqqabısıdır da, krasovkalardır. Bunlar da çəkisi yüngüldür.
Skikers'in amortizatörü olanları Amortizatör. komfortla olur. Valla bir şeydi. Bu neçədir? Bunlar 65 manat. Bu arada da şey video var. Sonra görmüş var. Tabalonun orijinal dəri malları var, butsular. Ha, bu çivlər. Bunlar da ha. Bəli. Bunlara bax qardaşım. Hamısı orijinallarıdır. Mal budur. Yenə qayıdır həmənki vəziyyətə düşür. Eyni bedini, eyni fasonu, eyni vəziyyətini alır. Dözümlüdür. Həm də Kod nömrəsinə kimi, tele nömrəsinə Şöyle kimi yumuşak. üstündə rəngləri də var. Bunlara bax, hamısının rəngləridir. Sonra bunlara bax. super bir şeydir. Var neçədə? Sürüş 16-da. Bunlar endirəmən 100 manata düşüblər. Qiymət də üstündədir. Orijinaldır. Hə, Baxanda orijinal. əlvanda bilinir. Sizdə komfortla da əlavə. Tabanına bax, Çişləri, hamısı. yumuşaqlığı. Sonra New Balance'ın böyle bir şey. Orijinalıdır. New Balance'ın orijinallarıdır. Bunlar orijinal. Bəli, hamısı orijinallardır. Bax, 40 kodlar üstündədir. Tabanları injeksiyondur, amortizatorlandır. Natural kocaları, dərilərdir. Bunlar kocadır. Hamısı Burası dəri, hə. Hamısı, sulaşın yox kocadır. 12 bu gördüyünüz rənglərin hamısı da təmiz natural koja dərinləndirlər. Bir də bunların ucuzlu versiyaları var. Bax, bunlar bax, bunlar 130 manatlıqlar. Ha. Bunlar ucuzlu versiyalarıdır, bax, əziz. Bunlar ucuz 55 versiyon. manatdır. Bunun qəşəng hildləri var. Bu da qəşəngdir. Bu da qəşəngdir, bu da qəşəngdir. Ha, bu iki cürdür. Bir, bax, beləsi olur. Bu A klasdır. Bu da premium klasıdır. Tabanına bax, Hə, gördün? o bil tavandan Bu bilinir. güclüsüdür, verir. Bu güclüdür. Yaxşısıdır, bəli. Üstündə 40 kod var. Bunun şəklini çəkirsən, immün həm Çıxır. çıxır, bəli. Həmin o. Neçədir o? Bu Bu 100 manatdır, bu 45 manat. orijinallarıdır. Nə təhər ala bilərlər gəlib burada? Onu da deyərsiniz. İkinci sıra, birinci korpus 38 nömrəli dükan Nike dükanıdır. Hə, kimə sorsalar deyəcəklər. Biz kartın üstünə şəklində çəkərsən. Hə. 2138. 238. Telefon nömrəsi zaten hamısı üstündə. Topdan da satmaq Topdan istəsələr olur, gəlib pərakəndə də olur, götürərlər. bəli. Deyir, telefon nömrəsi də üstündədir. İstəyən əlaqə saxlaya bilər. Sonra kod oxudub Ceyliyə. 203 14 40 055. Allah. Çox sağ olun. Bazarınız olsun. Sağ olun, Allah razı olsun inşallah. Sağ olun, var olun. Allah, sonra getdik görə başqa maraqlı nə var? Pumanın orijinalları, Nike'ın orijinalları bizdə olur. Hamısı burada var, dükanda var. Çöldən də çəkərsən, mağazin Bu da şey bir şeydir. Bu nədir belə? Allah bir şeydir. Bu 30 manata indirimdə qalacaqdır. Qəşəng görünüşü olur. Çöldən dükanı çəkərsən baxalım. Bunda da Nike. Binə bazarı Logosundan görsəniz 2138. 2138 dükandır və nömrəsidir. Sağ olun, yenə bazar olun, olsun. yaxşı Sağ olun. Səfər olsun, telefon. Sonra binanın içində var, Baku City Mall. Görə burada nə var maraqlı? Dancı paltarlar, ayaqqabılar var binədə. Kostyumlar, şey. Bəlkə faytondur, belə maşındır. Şuan qabağında. Klasik geyimlər satılır burada. Əsasən binədə paltardır da. Əsas paltarda ayaqqabı çox idi, bir də paltar çox. Burada binədə olan moldur. Belə renkli saçqalardır. 25 manat deyil, 6 manata düşübdür. Bu material nədir? Kətan. Kətan materialdır. Bu endirmə düşən pallara çölə qoyulur belə. 30-da düşübdür, 10-a düşübdür. Bunlar 10 manatdır. Bunlar da 10 manata düşübdür. Köylənlər, endirmə. UFC mağazası da var burada. Baba salır metronun içində. O metronun içində belə bayrak qaldıran qız yoxdur. Bunlar 10 manata düşübdür. Rastla metronun içində qız bayrak qaldı. Yarın da metron. Bu vardır. Adım paltarlar satılan bölmədir binədə. Endirimli olan paltarları mağazanın çölünə qoydular, satıcılar. Böyle çöl tərəfdə burada da əçkilər satılır, papaqlar satılır. Cürbəcə. Sumkalar da var. Qəşəng sumkalar da. Hazır idman sumkaları. Böyük yerdir ümumiyyətcə. Gerək gəzəsən. Dışarıda görmüşəm. Bu da ventilatordur.
Kuşların növü var. Sürətli, qeyri-sürətli məhsullar var. Sən bunlar Hindistanın da buxurlardır bunlar. Bunlar buxurlardır. Misvaqdır. Sonra ətirlərdir, otaq ətirlərdir. O da buxurdu deyirsən. Hindistan məhsullarıdır. Bunlar da ətirlərdir, buxurlardır. Bu cür. Bu nədir? Bu da maraqlı bir şeydir. Komentar deyirsiniz adını, bu nədir? Ne olan bir şeydir. Bunlar da buxur şamlar. Bunlar şamlardır. Bal mum şamları. Mum, bal, şamlar. Bunlardakı Olan ətirli şamlardır. Sonra belə dekorativ ödəyələrimiz. bu da maraqlı bir şeydir. Bəli. Budur. Bunlardır. Bunlar nə üçündür? Bu dekorasiyadır da bu. Bunlar dekorasiya. O belə bir şeylərdir. At heykəlləri, davullar. Sonra qapılar. Bunlar da qoxulardır. Ev üçündür. Bunlar da buxurdur. Bunlar konus buxurdur. Tüstü şəklində. Tüstüsü bunların içindən su kimi axır. Bunun içindən var belənçindən. Buradan süzülür ha, belə Bəli. gəlir. Üstü. Belənçə buxur qablar da var. Sonra belə Ses verir. Maraqlı bir şeydir. Neçədir bu? bu 65 manat. Onu da çəkib. Bunlar da toptan satışdı. Bəli. Bilmiyorum. Sonra buxur qablarıdır. Bunlar da buxur. Buxur qoyub yandırmaq üçün qablardır. Bu nədir bu? Yəni O da buxur qabları. Bunlar da buxur qablarıdır. bu qoyub yandırmaq üçündür. Ya toptan dənə ilə satış. Sonra yağlardır. Bunun içində var. Ətir yağı var. Difuzer yağlarıdır da. Difuzer efeksən. Bunlar da ətirli yağlardır. Bütün yağlarımız da var. Topdan qiymət hamısı. Bu nədir məsələn? Dizim. Bu erotikdir. Bu gecə ateşidir. Sonra pul çəkimi üçün olan var. Sakitləşdirici var. Meyvə yağları var. Bax, bunlar hamısı üstündə Meyvə yazılır. yağı. Bəli. Hindistan. Bəli, istehsal Hindistanlı. Bu nə? Bu da ətirdə O da müşk yağıdır. müşk yağı. Bəli. Müşk, ceyran dərsi. Bəli, ceyran göbək. Sonra belə Rus istehsalı şamlarımız var. Qış ətri var. Hansıdır o şey? Götüranlar da sən hədiyyə edir. Sağ olun. Bizdən hədiyyə edir. Sağ olun, var olun. Çox sağ olun. Sonra belə Ərəb əkirləri var, buxurlardır, Ərəb buxurlarıdır. Bu Ərəbistan. Bunlar Ərəbistan istehsalıdır. Konus buxurlardır. Yoxla. Bunu kömürün üstünə qoyursan, bu kömürün üstündə başlayır tüstülənmez. Kofe kimi. Ayrı-ayrı ətirlərdir. Cürbəcür. Ərəbistan istehsalıdır. Bunlar toplandı. Bunlar toplandı bəli. Toplandı. Toplandı var, pərakəndə satılır. Belə hədiyyələrimiz var, Taylanddan gəlir. Hamısı əl işidir. Tayland istehsalı bunlar. Bəli. Dənə ilə istəsələr, dənə ilə götürə bilərlər. Götürə bilərlər, bəli. Satışdan istəsələr də satış üçün toplandı. Səhifəmizdə orada çəkərsiniz Aha, inşallah. şərhlərini göstərərik. Sonra bunlar Bunlar da Rus istehsalı şamlardır. Bunlar da onun sertifikatlarıdır hamısı. mumdan hazırlanmış. Bal mumu şamları, bəli. Hazırlanmış şamlarda cürbəcür. Sonra belə maskalarımız var. Belə balıq heykəlləri var. Belə heykəllər var. Belə konus buxurlarımız var. Cürbəcür. Belə Argentina istehsalı buxurlarımız var. Argentinanın. Bəli. Əldə istehsal olunur, bəli. Əl işi. Əl əməyindən. Handmade, bəli. Qəşəng görünüşü var. Qəşəngisi var. Möhtəşəmdir. Hələ bunun üstüsü yayılanda ümumiyyətlə insan. Sağlam bir şey. O ne hesabıyor mu? Bunlar 12 manat. Bu yaylanda ise bir ne kadar gedir onun təxminən? Biri bir dənə gün yandırsan 4-5 günə kimi qala bilər. Həmin ortamda qoxusu qalır. Öbür bir tane Amerikanın ətri var orada. Əla bir şey var. Sonra belə buxurlarımız var. Belə buxurlarımız da var. 4 saata qədər yana bilər. Bunlar 4 saat. 4 saata qədər. Bunlar da Hindistan istehsalıdır. Bunlar da Hindistan istehsalıdır. Bəli, bunlar da handmade buxurlardır.
Yetişim. Bura deməli. Evet, əzim buradan çəkisi satarlar. Dostlar, bura TikTok da var, Instagram da var. Buxulla yuxarıda nömrələr görürsünüz. Yaxınlaşdırıb baxa bilərsiniz, yaza bilərsiniz. Sizin səhifədən gələnlər üçün xüsusi Xüsusi endirim olacaqdı bu səhifədən gələnlər üçün dostlar. Gəlib deyirsiniz ki, bu kanaldan gəlmişik, göstərirsiniz ki, videonu bəyənmişsiniz, abunə olmuşsunuz, ondan sonra sizə endirim olacaq dostlar. Abunə nəzətdiyisi ətli var idi. Belə maraqlı məhsullardır. Bunlar da belə şeydir, maraqlı bir şeydir. Yat oldu. Da Sibir'in naşniklarıdır. Mi Box 149 manatdır. TV Box. Android TV'de burada. Neçə qardaş? Bu Mi Box. O TV Box 55 olmalıdır ya 85. TV Box. O erişelerimiz Böyük üstü örtülü yerdir. Yine bazarında. Genişdir, yəni əsas paltardır, ayaqqabıdır. Belə maraqlı mağazinlərdə bir-ikidən tapıb çəkəcəm ki, video maraqlı olsun. Belə maraqlı mağaza var yenə də. Bunlar isə belə yay sumkalardır. Sonra burada müxtəlif növ belə kəlağaylardır, şərflərdir qadınlar üçün. Cürbəcür, bəzəkli. Hər cür ölçüdə, bəzəklər, rənglər. Sonra burada dəsmallardır, bu cür rəngli. Bu cür xanımlar üçün şilyapalardır. Bu cür yay sumkalardır. Burada şilyapalardır, cürbəcür. Ağ, qara, karisnidir. Kişiler için de böyle var. Şilyapalar, yay şilyapaları. Buranın ünvanı dostlar. Bu videoya 1000 beğeni verseniz buranın ünvanı yazacağım komentarda. Toptan da 6 manatdı bu arada. Sonra toptan cürbəcür çeşit eynəklərdir. Topdan eynək mağazasıdır. Bura müxtəlif növ eynəklər var. Misal üçün belə bir eynəkdir. Güzel. Bravo. Yani toptan eğneyle toptanı buradan uşaqlar. İstəsəz video 1000 beğeni versəz buranın da ünvanını yazacağım. Sonra güzel eğneği de var. Mən xoşuma gəldi, qəşəngdir hava. Hava da qəşəngdir hava. Dənə satışı, tək satışı. Hə, 15 manat. 15 manat dənə satış. Kişi üçün də bu? 11 sal modeldə, 18 model. Həm kişi həm qadın üçün. Hə. Həm də topdan satılır uşaqlar. Həm də dənə ilə. Bu 15 manatdır.
Toptan alanda ucuz düşür, daha ucuz düşür də. Toptan nə qədər almalıdır məsələn bundan? Topda almaq üçün gərək 20 ədəd olmalıdır. 20 dənə ki, alsa? topdan qiymətini satış versə, münasib qiymət olacaq. Topdan Hə. qiymətinin sözündən çıxı icazə yoxdur deyilmi? Hə. Yəni müştəri gəlsə, canlı söhbət eləsə, topdan Hə. qiymət münasib olur. Münasib olur amma ki. Bu qəşəng modeldir. Papaqdır, eynəkdir, paltardır, ayaqqabıdır, toptanı da əsas burada toptan satılır. Dənə ilə satılır, toptan da satılır. Çalışdım mən maraqlı yerlər çəkəm göstərəm dostlar sizə. Öncəki sizə like verin videoya, əsas videoya bəyənin, şərh yazın. Qəşəng 1000 bəyəni versəz, daha maraqlı yerlər çəkib göstərəcəm sizə. Bu video dostlar, onu da qeyd edirik ki, Quruz Fresh mobil tətbiqinin sponsorluğundan izləyirsiniz. Hərlik dostlar, növbəti videolarda görüşərik.